İmam Sadiq deyir, bədən niyyətin güclü olduğu heç bir əməli yerinə yetirməkdə zəiflik göstərə bilməz. Ta ki, bədənin zəifdir, amma niyyətin böyükdür. Əgər ruhun böyüksə, bədənin zəif olsa da, bədənin ruhuna tabe olacaq. Hərdən deyirlər, məsələn, mən bu cürlə yaşaya bilmərəm. Bir müddətdən sonra gəlir, düşür o yaşayışın içinə, görür yaşaya bilir. İnsan çox qüdrətli varlıqdır, özündən xəbəri yoxdur. Bizim bu qüdrətimizi çətinliklər, müsibətlər, bəlalar çıxardır ortaya. Sən bu qədər güclüsən. Sən özünü çox zəif bilirdin, yox, sən çox güclü varlıqsan. Ona görə İmam Sadiq deyir, niyyətin varsa, niyyətin güclüdürsə, o bədənvə qalib gələcək. Ona görə qorxmayın. Allahla öz aranızda vədələşməkdən, filan günahı tərk edə bilmərəm, qoy deməyim, filan səhvimi bilirəm, qoy tövbə eləməyim. Yox, start verin. Vaxt gedir, ömür gedir.